Hər kəsə salam. Bugünkü dərsimiz noun bölməsindən, yəni isim bölməsindən olan sadə, düzəltmə və mürəkkəb isimlərdir. Bildiyimiz kimi isimin quruluşca 3 növü var. Sadə isimlər, simple nouns, düzəltmə isimlər, derivative noun, mürəkkəb isimlər isə compound nounsdur. Sadə isimlər yalnız bir kökdən ibarət olur. Sadəcə olaraq bir kökdən ibarət olur. Məsələn, çeyə, stul. Gördüyümüz kimi bir kökdən ibarətdir. Düzəltmə isimləri isə kök və şəkilçidən ibarət olur. Məsəl üçün, write sözünün özü yazmaq deməkdir. Write sözünə şəkilçisinin artırılıqda olur write yazıcı. Həmin burada olan şəkilçilərdən suffix və prefixlər var. Suffixlər hansı ki söz sonu şəkilçilərdir. Prefixlər isə söz önü şəkilçilərdir. Düzdür, burada prefixləri yazmayıb. Mən burada qeyd edeyim. This, miss, in və an. Bunlar prefixlərdir, hansı ki söz önü şəkilçilərdir. Burada olanlar isə hamısı söz sonu şəkilçilərdir. Deməli belə, met şəkilçisi burada gördüyümüz kimi həmin düzəltmə şəkilçilərə aid olunur. Lakin bəzi sözlərimiz var ki, mentlə bitsələr də onlar sadədirlər. Məsələn, moment, monument, element, cement və s. document. Yəni bunların hər biri bir kökdən ibarət olur deyə sadə isimlər adlanırlar. Daha sonra ship sözünün özü. Baxın, ship. Shipdə necə olur? Ship həm mürəkkəb söz yarada bilər, həm də ki düzəltmə yarada bilər. Əgər ship şəkilçi olaraq istifadə olunarsa düzəltmə isimə aiddir. Yox, əgər ship sözü həm də gəmi mənasındadır. Gəmi mənasını verərsə, bu zaman mürəkkəb isimlərə aid olur. Məsəl üçün, spaceship olsun, steamship, battleship, warship və s. bunlardan hər birində mürəkkəb isim adlanır. Lakin burada gördüyümüz bütün şəkilçilər isə həmin düzəltmə şəkilçilər yaradırlar və düzəltmə isimlər yaradırlar. Gəldik mürəkkəb isimlərə. Mürəkkəb isimləri isə compound nounsdur və 2 və daha artıq sözün birləşməsindən yaranırlar. Məsələn, butterfly sözündə butter yağ deməkdir, fly isə uçmaq deməkdir. Lakin bu iki sözün birləşməsindən kəpənək sözü yaranır. İndi isə gəlin bu mövzu üzərində test işləyərək biliklərimizi daha çox inkişaf elətdirək. Birinci sualımızda gördüyümüz kimi bizdən compound noun istəyir. Compound mürəkkəb isimdir. Mürəkkəb isimləri isə 2 və daha artıq sözün birləşməsindən yaranırdı. Məsələn, snow, man. Snow sözü qar deməkdir. Man adam, yəni kişi mənasındadır. Ona görə biri götürürük. Daha sonra biri götürdüyümüzə görə D, Y variantları çıxmış olur. Daha sonra ümumiyyətlə belə yadınıza saxlayın. Çox vaxt yəni bu defis işarəsi ilə ayrılıqda yazılan sözlər olarsa, bu sözlər mürəkkəb isim sayılır. Ona görə cavabımız 1, 3, 5 olur. Daha sonra gəldi ikinci sualımıza. İkinci sualımızda da bizdən compound noun istəyir. Compound nouns olduğuna görə gəlin birinciyə baxaq. News xəbər deməkdir. Paper isə kağız deməkdir. Newspaper olur qəzet. Ona görə biri götürürük. Biri götürdüyümüzə görə A, Y variantları çıxmış olur. Bayağı da izah elədiyim kimi ayrı yazılan sözlər mürəkkəb isimlər sayılır deyə cavabımız 1, 4 və 6 olacaq. Daha sonra keçdik üçüncü sualımıza. Üçüncü sualda da yenə də bizdən compound noun istəyir. Compound noun istədiyinə görə, yəni bizdə yenə də mürəkkəb isim istəyir. Gəlin bir-bir baxaq. Birinci istəyirəm Y variantından başlayayım. Burada düzdür, businessman
mürəkkəb isimdir. Business sözü ayrı, mən sözü ayrı olduğuna görə mürəkkəb isim sayılır. Lakin freedom sözündə dom şəkilçisi var deyə bu düzəltmə hesabı olunur. Ona görə cavab E variantını buradan çıxırıq. Daha sonra bookcase, armchair özü ikisi də mürəkkəb isimdir. Lakin information sözündə ion-tion şəkilçimiz var idi ki, ondan istifadə olunub. Ona görə düzəltmə hesab olunur deyə D variantı da çıxır cavablardan. Daha sonra C variantında happiness sözündə ness şəkilçimiz var. Ness şəkilçisi də düzəltmə şəkilçi olduğuna görə, düzəltmə ismə daxil olduğuna görə C variantı çıxır. Daha sonra kingdom yenə də dom şəkilçisi var deyə B variantı da çıxır. Ona görə cavabımız qalır A variantı. Gəlin baxaq. Pen name iki sözün birləşməsidir. Sea, shore iki sözün birləşməsidir. Sunrise iki sözün birləşməsidir. Sonra baxırıq 4-cü sualımıza. 4-cü sualda da yenə də həmçinin bizdən compound noun istəyir. Gəlin baxaq. A variantında hood şəkilçisini görən kimi biz mütləq şəkildə A variantını cavablardan çıxırıq. Çünki hood şəkilçisi düzəltmə şəkilçidir. Mürəkkəb isim yarada bilməz. Daha sonra B variantında yenə də ness şəkilçimiz var bizim burada. Ona görə B variantı da çıxdı. Daha sonra burada bizim movement sözümüzü görürük. Movement sözü mentlə bitsə də, lakin sadə isimdir. Ona görə sadə isim olduğuna görə C variantda çıxır. Daha sonra Y variantında ekonomi sözünün özü. Buna görə də Y variantda çıxır. Cavab qaldı D variantı. Schoolmate, bathroom, postman. Yəni iki sözün birləşməsindən yaranmışdır. Buna görə də cavabımız D variantıdır. Ümid edirəm ki, bugünkü dərsimiz sizə maraqlı oldu. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Görüşərik.